Oruç tutursuzmu? Bəli, tuturam oruc. Hər il tutursuz. Hər il tuturam. Elə işlədiyim yerlərdə burada işləyirəm. Burdan oyuna getməmişəm heç neçə ildir. Hansı dualar oxuyursunuz? Ayətə kürsü oxuyuram, Qur'anları oxuyuram. Həm də surədir, yəni namazın duaları. Oruç tutursuz. Bəli, tuturam. Hər il tutursuz. Hər il tuturam. Əslində orucun bədənə də faydaları var. Bu sözsüz bir şey. Amma yəni Allaha sığınmaq da o içdəki ruhani gücü də bəsləmək önəmlidir. Onun üçün zaten yemək yemək oruc bir tək yemək yeməklə deyil. İnsanın ağzı da oruc olur, gözü də yəni pis nəyəsə baxmırsan və ya pis söz demirsən, dil də oruc olur. Yəni Oruç tutmaq sizi dəyişdirirmi? bəli, dəyişdirir. Həm ruhani olaraq dəyişirsən, həm də daha çox səni yaradanı, səni dünyada var edəni xatırlamış olursan ki, bəzi insanlarda başa düşürsən. Yəni necə deyim, yemək istədiyi vaxt yeyə bilməyənlər falan. Amma bundan da əlavə insanı olğunlaşdırır məncə.